Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə danışıb toyuqlara bu payız aylarına keçəndə, yəni artıq sentyabrdan sonra havalar bilirsiniz ki soyuyur və toyuqların, cücələrin, belə deyək də, immunitetləri düşür. Cücələr deyəndə, yəni beçələr, fərələrin belə immunitetləri düşür. Onda onlara nə vermək lazımdır? O haqqda danışıb məlumat vermək istərdim. Ki, yəni bu soyuq aylara keçəndə immunitetlərini yaxşı etmək üçün nələr vermək lazımdır? Deməli, əziz izləyicilər, mənim kanalımda var, girib siz də baxa bilərsiniz. Deməli, toyuqlardır, cücələrdir, beçələrdə fərələr, həmçinin hündüşqalar da bu yay aylarından payıza keçəndə immunitetləri düşməsin deyə onlara sirkəli, sarımsaqlı su verin. Onu necə hazırlayırsınız? Mənim kanalımda var, o haqqda məlumat girib baxa bilərsiniz. İndi burada isə belə deyəcəyim. Deməli, əziz izləyicilər, götürürsünüz o supermarketlərdə üzüm sirkəsi, alması, üzüm sirkəsi yaxşıdır. Yəni təbii ki, alma sirkəsi də verə bilərsiniz. Hətta belə deyim də, evdə hazırlanma olur, təbii. Ondan da alıb edə bilərsiniz. Yoxdursa marketlərdən üzüm alma sirkəsindən alıb, ya üzüm, xüsusən üzüm yaxşıdır. Ondan alırsınız, o 3 litrliklə bir olur. Onu götürürsünüz, deməli əziz izləyicilər, 1 litrlik bankaya deməli 2-3 baş sarımsağı, yəni sarımsağın heç bir ziyanı yoxdur. Dişlərini deməli şeyləyirsiniz, onun adı nə idi? Yəni soyursuz qabığını zadı və sarımsağı o əzən olur, xüsusi əzən. Onunla eləyirsiniz ki, suyu zadı çıxsın, yaxşı şey olsun. Onunla əzisiz, töksüz 1 litrlik bankaya 2-3 baş sarımsağı, yəni yenə deyirəm, sarımsağın heç bir ziyanı yoxdur toyuqlar üçün, cücələr üçün. Əksinə həm qurdunu tökür, həm də ki immunitetlərini gücləndirir və virus xəstəliklərindən qoruyur. Onu deməli neyinirsiniz? Sarımsağı 3 baş, 2 baş, 3 başı əzdiniz, tökdünüz bankaya. Üzərinə sirkəni əlavə edirsiniz. 1 litr, belə deyərdim, sirkəni o sarımsağın üzərinə tökür və qarışdırırsınız. Sonra isə onun ağzını örtürsünüz, qoyursunuz, 2-3 gün qalır. Bəzi adamlar deyir, məsələn, axşamdan eləyirsiniz, sabah durub verə bilərsiniz. Olar elə, amma ki 2-3 gün qalanda onun keyfiyyəti, effekti daha da yaxşı olur. Ona görə çalışın, qoyun 2-3 gün belə deyim də qalsın. Ağzını örtüsüz eləyirsiniz, qoyursunuz bir yerə və təbii ki, gündə bir dəfə, 2 dəfə, 3 dəfə də səhər, gün orta, axşam da qarışdırırsınız ki, daha da şey olsun. Belə deyim də, bir-birinə qarışsın, effekt versin. Və həmən o sarımsaqlı sirkəli suyu 3-4 gün keçəndən sonra başlayırsınız toyuqlara, beçələrə, fərələrə, çolpalılara verməyə. Necə verirsiniz? Deməli, 1 stakan çay stakanda, yəni armudu stakan yox, 1 stakan xrustal stakanlar olur. Onunla bir doldurub 10 litr suya töküb verirsiniz. Yəni bir yarım da olar, yəni onun ziyanı yoxdur. Töküb verirsiniz və bu ümumiyyətlə qış aylarında həftədə bir dəfə versəz daha da yaxşıdır. Yəni həftədə bir dəfə verəcəksiniz və o bütün immunitetlərini toyuqların, çolpaların, fərələrin, beçələrin, həmçinin hündüşqaların qoruyacaqdır. Yəni həm immunitetlərini qaldıracaqdır, həm də virus xəstəliklərindən onları qoruyacaqdır. Ona görə ondan versəz yaxşıdır. Yəni götürürsünüz, bayaq dediyim kimi 2-3 baş sarımsağı təmizləyib, dişlərini əzisiz, o xüsusi əzənlər olur da, belə çıxardır, xırda-xırda edir, suyunu zadı. Onunla bir əziz 1 kiloluq bankaya və üzərinə də
belə deyim, sirkəni töksüz 1 litr. İndi sizdə əgər toyuq çoxdursa və yaxud çox qayırmaq istəyirsinizsə, misal üçün 3 litr elə sirkə alıb istəyirsə elə qayırasınız hamısını, onu saxladıqca daha da yaxşı olacaqdır. Sirkədə də durur bankanın içində. Elə qayırıb bütün qışı verə bilərsiniz. Onda isə 3 litrlik bankanı götürürsüz. Onun içinə misal üçün hardasa 9 dənə, 10 dənə baş sarımsağı, tiş yox, baş, yekə belə baş sarımsağı əzisiz və töksüz. Üstünə isə 3 litrlik sirkəni əlavə edirsiniz. O mağazadan aldığınız 3 litr sirkənin hamısını onun üzərinə əlavə edirsiniz. Və əlavə etdikdən sonra isə qarışdırırsınız yaxşı və ağzını örtüb qoyursunuz bir yerə. 3-4 gün qalır və bu 3-4 gün ərzində də hər gün səhər, axşam, günorta belə qarışdırırsınız. Bir o xüsusi taxta qaşıqlar olur. Bax elə onunla bir dənəsini elə onun üçün alın, belə qarışdırın, qırağa qoyun. Yəni yemək zət qaşığı olmasın da, xüsusi o şey üçün. Qarışdırın, qoyun qırağa. 3-4 gündən sonra başlayın hər gün yox, daha doğrusu həftədə bir dəfə 1 stakan yarım 10 litr suya tökün, qoyun həftədə bir dəfə qoy içsinlər. Bütün elə qışı elə ondan verə bilərsiniz. O bütün toyuqların, beçələrin, çolpaların, fərələrin hamısının, həmçinin hündüşqaların immunitetini artırır. Onları virus xəstəliyindən qoruyur. Yəni toyuqlarınız, cücələriniz, həmçinin hündüşqalarınız həm xəstəliyə yoluxmayacaqdır, həm də ki, immunitetləri güclü olacaqdır və bütün virus xəstəliklərindən qoruyub bağırsaqlarınız adı belə deyərdim, onların təmizləyəcəkdir. Yəni cücələriniz, toyuqlarınız, cücə deyəndə yəni çox adam bəlkə də balaca cücə başa düşür. Yox, çolpalar da, yəni çolpalar, fərələr, beçələr, 4 aylıq, 5 aylıq, 6 aylıq cavanlardan söhbət gedir. Onlar, böyük toyuqlar, həmçinin hündüşqalıza da hamısına verirsiniz. Həm immunitetlərini gücləndirir, həm də ki, belə deyərdim, yaxşı inkişaf elətdirir. Yəni immunitetlər güclü olur, yaxşı da yumurta zat verirlər. Yəni bax bundan hazırlayıb verə bilərsiniz. Kanalımda da var, necə hazırlanır, girib orada da baxa bilərsiniz. 2-3 dəfə paylaşmışam. Bax belə əziz izləyicilər, bugün də istədim bir balaca bu haqda danışam, məlumat verəm. Hər kəsə təşəkkürlər. Kanalımıza, Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Çünki biri-birindən gözəl, faydalı videolar gəlir. Mən də çalışacağam ki, hər gün yeni bir videoyla sizin görüşünüzə gəlim. Siz də abunə olun və videolara like qoyun. Sağ olun əziz izləyicilər, salamat qalın.